Gəlin Wikipediyada ən çox axtarılan mövzulara qısa bir nəzər salaq. Deməli, Wikipedia fondu bu yaxınlarda portalın bütün tarixi boyunca ən çox baxılan məqalələrin siyahısını paylaşıb. Və bu siyahı əslində bizim kollektiv maraqlarımızın nədən ibarət olduğunu çox aydın göstərir. Gəlin əsas məqamlara keçək. Birincisi, və bu yəqin ki ən təəccüblüsü olacaq. Siyahının başında nə dayanır bilirsiniz? Ölüm. Bəli, düz eşitdiniz. 647 milyondan çox baxışla ən populyar məqalə illərə görə ölümlərin siyahısıdır. Bu biraz qəribə deyil. İkincisi, geosiyasət və güclü liderlərdir. Görünür biz siyasətdən heç vaxt doymuruq. Baxın, Amerika Birləşmiş Ştatları haqqında məqalə 328 milyon, Donald Trump isə 325 milyon baxış toplayıb. Bu beşliyə Kraliça 2. Yelizaveta və Hindistan da daxildir. Və nəhayət, üçüncü məqam. Bu, müasir ikonlarla tarixi hadisələrin bir qarşığıdır. Yəni, bir tərəfdən Cristiano Ronaldo, Barack Obama, Elon Musk kimi adlar var, digər tərəfdənsə 2-ci Dünya müharibəsi və Birləşmiş Krallıq haqqında məqalələr. Sanki həm bugünümüzü, həm də keçmişimizi eyni anda anlamağa çalışırıq. Xülasə, Wikipediyadakı axtarışlarımız göstərir ki, insanlığı ən çox düşündürən üç şey var: ölüm, güc və məşhurluq.